Ankaradakı Şuşa Konqres Mərkəzi böyük bir şəxsiyyətin xatirəsi ətrafında toplaşanların ünvanına çevrilib. Ümummilli liderin anadan olmasının 103-cü ili münasibəti ilə keçirilən tədbir Heydər Əliyev və Türk dünyası mövzusunda müzakirələrlə başlayıb. Çıxış edənlər bildiriblər ki, Ulu Öndərin təşəbbüsləri Türk dövlətləri arasında strateji əlaqələrin formalaşmasına və möhkəmlənməsinə güclü təkan olub. İki devletiz ve bir kardeşlik ebediyete kadar sürecektir. Heydər Əliyevin böyük lider olaraq, böyük şəxsiyyət olaraq sadəcə Azərbaycan sərhədlərinin içərisində fəaliyyəti rəğbət görən, danışılan bir dövlət adamı olmadığına görə biz artıq bunu gələneksel bir hala gətirdik. Hər il Tadiv olaraq Heydər Əliyev doğum günü həftəsi və Heydər Əliyev adına idman müsabiqələri. Gerçekten bugün atılan bu temeller artık yeni dönemde ve önümüzdeki gelecekte inşallah Cumhurbaşkanı Sayın İlham Aliyev ve Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan'ın ortaya koyduğu kardeşlik ve dostluk ilişkileriyle birlikte daha da güçlenmekte ve iki ülkenin ilişkileri sadece bölgemizde değil, dünyanın bütün lojistik ve enerji koridorları bakımından da büyük bir önem taşımaktadır. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə keçirilən görüş çərçivəsində fond tərəfindən elan edilən Heydər Əliyev həftəsi proqramına uyğun olaraq şahmat turniri də açıq elan olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib. Proqram çərçivəsində xalq artisti Tofiq Quliyevin Tezgəl və görkəmli bəstəkar Əli Səliminin Ayrılıq mahnıları ifa olunub. Arzu Yusif, Yalçın Nemətoğlu, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.